Salam aleyküm. Deməli, Azərişığın biz internet səhifəsinə girəndə birinci növbədə görürük ki, Azərişıq ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonementlərə yüksək səviyyədə xidmət göstərməkdir. Ancaq biz bunun tam əksini görürük. Sıqtalar rayon Muxaq kəndində bu xidmətin tam əksini görürük. Düzdür, bizim yerli uşaqlar da çalışırlar eləsin, amma çalışsalar da material verilmir ki, bunu yeniləyə bilsinlər, işıq dayaqlarını yeniləsinlər, xəttləri yeniləsinlər. Bunlara verilsə daha da keyfiyyətli olar. Bunlar gecə-gündüz çalışırlar. Gecə də zəng eləsək deyirlər ki, məsəl üçün çalışacaq, işığı verək. Amma işi alındırmaq üçün birinci növbədə materialla təmin olunmalıdır. İndi sizə göstərəcəm, bəzi yerlərdə Muxaqda nə vəziyyət olduğunu sizə göstərəcəm. Cüzi bir neçə dənə dayağını göstərəcəm. Görəcəksiniz ki, nə vəziyyətdir deyə. Akasiyanın cəmaat oradan-buradan tapan ağaclarından kəsib bir dayaqlar düzəltiblər. Onlar da ayaqüstə dayanmır. İnşallah indi göstərəcəm sizə. Aleyküm, sizə Azərişığın Muxaq kənd ərazisindəki bəzi dayaqlarını göstərəcəyik. Buradakı vəziyyəti 60-cı ildən Sovet dövründən qalma dayaqlardır. Bu dayaqların üzərindəki xəttlərlə cəmaata işıq verirlər. Fındıqların içindən keçir. Faza 1.0 yəqin ki bu. Çox bərbad vəziyyətdir. Dayağı da görürsünüz. Dayaq da elə akasiyanın dayaqdır göründü o kimi. Buna heç bir xərc qoyulmayıbdır. Elə bir ki, cəmaat özlərinə bir yolla işıq təmin etməyə çalışırlar elektrik enerjisi ilə. Fikir verin vəziyyətə. İstənilən bir uşaq bura gəlib, fındıq sirkələmək adı ilə, nəsə bir adına. Burada həm də yolun kənarıdır, yol kənarıdır bura. Vəziyyət çox acınacaqlıdır, çox. Azərişıq bu dayaqlarla da cəmaata verilən enerjini qiymətini artırmaqdan danışır. Bu da növbəti bir dayağımızdır. Azərişıq gör nə qədər bura xərc qoyubdur. Küllü miqdarda xərc qoyubdur, ona görə də istəyir enerjinin qiymətini artırsınlar. Burada yaşayan insanlar dəfələrlə baş idarəyə müraciət eləsə də, idarəyə getsələr də onlara qulaq asan olmayıbdır. Hələ peşmanıq deyibdir ki, sizi içəri buraxmışıq. Budur. Göz görə adam boyundan elə bir ki, belə fərqi yoxdur da. Az qala düşübdür yolun ortasına dayaq. Xeyli vaxtı, neçə illərdir bu belədir. Baxan yoxdur. Mən şəxsən, rəsmən keçən bu vaxtlar olmuşam bu vəziyyəti Azərişığın Sıqtalar rayon filial müdürünə demişəm. Mənə deyib, mənim bir günahım var, səni kimi sizləri mən qəbul edirəm, qapıdan içəri qoyuram. Məni maraqlandırmır sənin işığın, get düzəlt, apar. Ölən ölsün, qalan cəhənnəmə qalsın. Mən bilmək istəyirəm, bizim konstitusiya hüququmuzu prezident qoruyur ya yox. Ya da ki, bir sual vermək istəyirəm. Bunlar mənə 100 volt işıq verir, 220 voltun işığını qoyur, məndən alırlar, deladuzlardır, mədəni oğullardır. Nə qədər bu olacaq? Hər gün mənim elimdə 2-3 lampışı yanır. O butağa dəyir, bir-birinə verir, neyi yandırır mənim neyimi. Mən izah edirəm, bugün hüququmuz var, yox, bunu tələb edəmək. Bizim nəyimiz var, müqavilemiz var. Məndən pulu alırlar, hədə qorxu gəlirlər, 3 gün keçirəndə baş oyun açarıq. Arkadaş, mənim hüququmu eləsinlər, desinlər ki, ya da hüququm yoxdur.
bizim konser hüququmuzu qorusunlar. İstehlakçı həmişə haqlıdır, elə deyil. Mən də istehlakçıyam. Mən kimi pullarını yığ bu idarələr qalır, özən maaş alırlar. Bir dəfəlik imtina eləsinlər ki, sizə biz işıq verin. Qazı bunların, işığı bu. Bu oradan bir adam alıb stoka vermişik, kimisi başa düşüb verməz. Şimdi elədir, bu anlarsın, nə deyək, o yanına gidirsən deyir, mən ən böyük günah... Hissələrindən düzəldilən elektrik dayağıdır. Bunlar da yıxılır. O müsbəti də bağlayıblar ora. Bəli. 100 volt işıq verirlər bizə, ağacdan bizə, bütün ağaca verirlər işığı. 100 volt işıq verirlər, 220 voltun pulunu alırlar bizdən. Verməsin də onda işığı verməsin. Vallahi mən bilməm. Mən özüm olsam o işığı erməniyə vermərəm, o Azərbaycan vətəndaşı. Bu işıq deyil. Akşam oynayır qaralır, oynayır qaralır. Lazım deyil, mənə həyətimə deyəklər var. O günləri qopub, sim düşüb o şeyin üstünə. O təyəsinin üstünə. Kəssinlər o işığı, verməsinlər, o işığı yanır. Mən verdiyim pula uyğun, mənə işıq tələb edir. Uyğun çətirmə. Başarmır, ayrıdan gəlmiş. Azər işıq olmur, ayrısı gəlsin, mənə işıq verir. Ayda 10 manat artıq pul istəsin, amma xidmət eləsin. Ha, bu xidmət etmək deyil. Hələ mənə deyil, mənim bir dənə günahım vardı, sizi kimləri icarəyə qoyur. Mən bilmirəm, ona səlahiyyətli kimləri. O gəlib ki, cəmaat xidmət eləmək. Dəfələrlə müraciət edirdim, bu dünyanın bağladığı şəhərləmə həm arası pulu keçirmək lazımdır, nə bilim, təyin lazımdır deyib, baxan yoxdur abi, siz yolumuzun qaz xətti bütün tutub durubsunuz.